Salam əziz müştərilərimiz, hər vaxtınız xeyirli olsun. Sizin üçün gözəl bir variant tapmışam. Lərç bağlarının girişində, Maçdağın Adana şossesində. Əsas yoldan 250-300 metr məsafədə qapısına kimi asfalt yolu olan küçədə, məhəllədə. Deməli, 14 sot torpaq sahəmiz təcili satılır. Bir də zəhmət olmasa həyətyanı sahəni təqdim edeyim müştərilərə, mən də ətraflı məlumat verim. Giriş isə o hissədir. Hardasa 20-25 metr enindədir. Köhnə tikili, 2 otaqlı evi də var. Həyətində su quyusu var. Müxtəlif növ bar verən ağacları mövcuddur. Hər tərəf hasara alınıb. Ümumi 14 sotdur. Qiyməti 80 min manat. Torpaq sahəsinin yarısının çıxarışı var, yarısının yoxdur. Zəhmət olmasa bu hissəni də göstərin. Bu hissə çox genişdir. Enli hissədir. Çox gözəl yerdə yerləşir, hündür ərazidə. Gördüyünüz kimi bütün meyvə ağaclarından var. Sənəd yarısının qeyd etdiyim kimi çıxarışı qubçası var, yarısının yoxdur. Qiymət 80 min manat. Real alıcıya torpaq sahibi tərəfindən endirim də var. Bu fürsəti əldən verməyin, qaçırmayın. Qapısına kimi asfaltdır. Qapıdan kəndçi marşrutda işləyir. Səhifəmizi takip etməyi, videoları bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Siz də əgər öz daşınmaz əmlakınızı satmaq və yaxud bütçənizə uyğun əmlak almaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Sağ olun, sağlıqla qalın.